Bismillahirrahmanirrahim. Assalamu aleyküm, hörmətli izləyicilər, əziz mömin bacı və qardaşlar, hər vaxtınız xeyir olsun, cüməniz mübarək olsun. Qorunmaq, bəxt açmaq, ruzivin günü gündən artması. Necə bir dua edə bilərsən ki, bunların hamısını özündə birləşdirmiş olsun. Quran-ı Kərimdən mübarək Nəsr surəsi. Görək nə buyurulur. Qorunma və ruzi açmaq üçün Nəsr surəsinin bu vəqfini gözəl bir saatda yazıb, gözəl qoxulu buxur ilə buxurlayıb daşısalar, yəni üstündə saxlasalar, bəxt açılar. Həm də ruzin günbəgün artar. Necə yazılır? Budur. Ona cədvəllə. Nəsr surəsinin ayələridir. Əzbər bilənlərə lap asan olacaq. Kəlməyə baxan kimi, əgər orada pis düşübsə də, biləcək hansı kəlmədir. Əzbər bilməyənlər də hansısa kəlmə aydın olmasa, baxıb kitabdan, Quran-ı Kərimdən baxaraq təyin edə bilərlər. Burada yazdığımız da var, burada daha aydındır. Gördüyünüz kimi ona cədvələ yazılıb. Hansı tərəfə oxusan, Nəsr surəsi tamam olur. Oxuyaq, məsəl üçün başdan. Bismillahirrahmanirrahim. İzə cəə nəsrullahi vəl-fəth. Və rəəytən nəsə yədxulunə fi dinallahi əfvəcə. Fəsəbbih bihamdi rabbikə vəstəxvirhu innəhu kənə təvvəbə. Yuxarıdan aşağı oxuyaq. İzə cəə nəsrullahi vəl-fəth. Və rəəytən nəsə yədxulunə fi dinallahi əfvəcə. Fəsəbbih bihamdi rabbikə vəstəxvirhu innəhu kənə təvvəbə. Başqa cür oxuyaq. İzəcə aşağı düşürsən ikinci sıradan. Ənəsrullahi vəl-fəth. Və rəəytən nəsə yədxulunə fi dinallahi əfvəcə fəsəbbih bihamdi rabbikə vəstəxvirhu innəhu kənə təvvəbə. Yəni bunu başdan başlayıb nə cür oxuyursan oxu, elə mükəmməl bir şəkildə hazırlanıb ki, Nəsr surəsi tamam olur. Xoş bir saat, indi sizlər işdə olursunuz, bazar gününün xoş saatını deyim sizə, duanın yazılması üçün evdə olan vaxtı yaza biləsiniz, gün doğan vaxtı. Bazar günü fəcr vaxtı, günəşin doğduğu vaxtı, qəşəng əyniniz, başınız təmiz, bismillahla, salavatla, üzü qibliyə, məkan pak, halal olmaq şərti ilə əyləşirsiniz, gül suyunuz əlavə edirsiniz zəfəranın üzərinə, bu vəqfi ona çəkirsiniz, xanələr hamısı bir-birinə bərabər olmalıdır. Biri yuxarıdan aşağı uzun, eninə olan enli elə olmalı deyil. Hamısı standart olmalıdır. 2-nin 2-yə, 3-ün 3-ə, 4-ün 4-ə məsəl üçün deyirəm də. Yəni hamısı kvadrat şəkilli olmalıdır. Tərəfləri bir-birinə bərabər. Gözəl şəkildə yazırsınız. Yazandan sonra deyir buxur elə. İndi buxuru gətirək, sizə göstərək. Fərqi yoxdur. Çubuq buxur olsun, kömür buxur olsun, onun fərqi yoxdur. Düşdü yerə, kağızın üstə düşdü. Buxurumuzu da gətirdik. Kömür buxurdan istifadə edirəm. Burada gördüyünüz kimi bu qabdakindən. Buxurunuzu yandırdınız və salam. Duanızı da qoydunuz buxurun üstünə. Qalsın ta ki buxur yanıb bitənə qədər. Hansı buxurlardan istifadə edə bilərsiniz? Gözəl qoxulu dedikdə, əmbər buxuru, müşk buxuru, qızılgül buxuru. Bu üçündən, istəniləndən alıb istifadə edə bilərsiniz. Buxura da verdikdən sonra üçbucaq şəkildə bükün, ağ pambıq kətan parçaya tikin, saxlayın üzərinizdə. Xeyirli olsun inşallah. Allah hamının dualarına səbəb salsın, xeyrin görəsin inşallah. Növbəti videolarımızı qaçırmamaq üçün kanalımıza abunə olmağı unutmayın. Videomuzu bəyənsəniz də sevinərik. Sağ olun, Allah'a emanet olun.